İran siyasətində hər kəs rəhbəri tanıyır. Amma çox az adam onun ailəsinin necə yaşadığını bilir. Seyidə Büşra Xameneyi 45 yaşındadır. 1980-ci ildə Tehranda anadan olub. O, inqilab rəhbərinin böyük qızıdır. Uşaqlıqdan dini və inqilabi mühitdə böyüyüb. Bu yol onun üçün sadəcə ailə kimliyi deyil, həyat tərzi olub. Universitet təhsili aldığı illərdə paralel şəkildə mədəni və ailəvi sahələrdə aktiv olub. Uzun müddət mədrəsə mühitlərində fəaliyyət göstərib və valideynlərini örnək götürərək İslam dəyərlərinin qorunmasına fokuslanıb. İnqilabdan sonra isə ön plana çıxmağı yox, məxfiliyi seçib. Ailənin özəl sərhədləri daxilində inqilab prinsiplərinin müdafiəsinə və gənc nəslin İslami mühitdə yetişdirilməsinə dəstək verib. Bu siyasi şou yox, səssiz təsirdir. Əgər rəhbərin və onun ətrafındakı şəxslərin həyat hekayələri səni maraqlandırırsa, Bulaq TV-ni mütləq izlə. Burada görünməyən tərəfləri danışırıq.